Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla salamlayırıq Ona Doğru proqramının yeni buraxılışında bütün əzizlərimizi, izləyicilərimizi, tamaşaçılarımızı. Allah bu ayda etdiyiniz duaları, ibadətləri, tutduğunuz orucları ali dərəcədə qəbul etsin inşallah. Bəli, hər zaman olduğu kimi studiyada tək deyiləm. Mənlə birgə bir-birindən dəyərli əziz qonaqlarım, mən deyərdim ustad qonaqlarım mənlə birgədirlər. Allahın salamı olsun sizlərə. Çox uzatmadan istəyərdim dəyərlilərimizi mən təqdim edim inşallah. Dəyərli alim, ilahiyyatçı Hacı Əli Vəlizadə Hacı, xoş gördük sizi. Xoş gördük, biz də sağ olun, var olun. Mən də sizi salamlayıram, kollektivinizi salamlayıram. Bizi dinləyən, bizi tamaşa edən əzizlər salamlayıram və sizə müvəffəqiyyət arzulayıram. Təşəkkür edirəm, Allah razı olsun. Digər əziz qonağım Zakir, dəyərli Əhlibeyt Məddahi, əziz qardaşım Seyid Talih Günəşli. Salam aleyküm əziz. Aleyküm salam, mən də hər birinizi salamlayıram. Bu verilişdə əziyyət çəkənləri Allah əziyyətdən qəbul eləsin. Bizi dinləyənlərin ibadətlərin, duaların qəbul eləsin. Minnətdaram ki, mənə də dəvət elədiniz. Təşəkkür edirəm, Allah razı olsun. Dəyərli Əhlibeyt şairi, dəyərli ustad şair Fərman Maşdağa. Hacı, salamun aleyküm. Aleyküm salam, mən də öz növbəmdə sizin studiyamıza salamlarımızı deyirəm. Tamaşaçılarımızı salamlayıram və sizi salamlayıram. Təşəkkür edirəm. Allah razı olsun. Xoş təşrif buyurmuşsunuz inşallah. Dəyərlimiz, dəyərli Quran qarisi Dadaş Balaqulyev. Salam deyirik sizə də əzizim. Aleykümselam və rəhmətullah. Minnətdaram. Allah razı olsun. Mən də hörmətli izləyicilərimizi, Hacı Əli ustadımızı, Məddahımızı, şair qardaşımızı salamlayıram və Allah'tan bu ayda tutulan orucların olunan ibadətlərin dərəcəyə qabiliyyətini diləyirəm inşallah. İlahi amin, təşəkkür edir. Allah sizə var eləsin. Xoş təşrif buyurmuşsunuz. Kim əgər qoymuş qədəm dünyaya bismillah ilə, yetməlidir cənnəti məvaya bismillah ilə. Kafilanundan xuda xəlq eyləmişsə aləmi, ibtidadan başlayıb hər aya bismillah ilə. İbtidadan başlayıb hər aya bismillah ilə. Allah bizləri öz dərgahından ayrı salmasın inşallah. İlk öncə Qur'ana söz verəcəyik inşallah. Qur'anla məclisimizi və evlərimizi zinətləndirək. Dəyərli qari Qur'an, əziz qardaşım, söz verir sizə, Dadaş Balaqulyev, söz sizdədir inşallah. Buyuraq söz. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. La uqsimu bihadzal balad wa anta hillun bihadzal baladi wa walidin wa ma walad. لقد خلقنا الإنسان في كبد أيحسب أن لن يقدر عليه أحد يقول أهلكت مالا لبدا أيحسب أن لم يره أحد ألم نجعل له عينين ولسانا وشفتين وهديناه النجدين فلاقتحم العقبة وما أدراك ما العقبة فك رقبة أو إطعام في يوم ذي مسغبة
يتيما ذا مقربة أو مسكينا ذا متربة ثم كان من الذين آمنوا وتواصوا بالصبر وتواصوا بالمرحمة أولئك أصحاب الميمنة والذين كفروا بآياتنا هم أصحاب المشأمة والذين كفروا بآياتنا هم أصحاب المشأمة عليهم نار مؤصدة صدق الله العلي العظيم. Allah razı olsun. Allah sizə bərəkət versin inşallah. Allah sizi Quran və Əhl-i Beytindən ayrı salmasın. Çox sağ olun. Və dəyərli izləyicilərimizə daima maraqlı olan sualları səsləndiririk burada. Hacıcan, sözü istəyərdim sizə verim. Duanın ədəbləri və qəbul olunma şərtləri. Bismillahirrahmanirrahim. Və bihi nəstə'in və huvəl müvəffiq vəl mu'in. Dua əhəmiyyətli mövzulardan biridir. O qədər əhəmiyyəti var bu mövzunun. Qeyd olunub ki, muxul ibadə, ibadətin əsli, əsası, özəyi, dua hesab olunur. Allah Teala da önəm verib bu məsələyə. Qeyd eləyir ki, əgər dualarınız olmasaydı, sizə o qədər də diqqət yetirməzdim. Və Əhl-i Beyt əleyhissalamların da həyatına baxırıq, görürük ki, duaya çox önəm veriblər. Dua çox əhəmiyyətli bir mövzudur, hər halda faydalıdır. Hər halda faydalıdır. İstər nəticəyə çataq, istər çatmayaq. İstər duam müstəcab olsun, istər olmasın. Əgər müstəcab olacaqsa, qəbul olacaqsa, Allah bizə müsbət cavab verəcəksə, lap yaxşı, nəticəyə çatdıq. Amma əgər qəbul olmazsa da yenə faydalıdır. Xudavənd Mütəal o qədər rəhimli, o qədər mehribandır ki, bu dünyada o hər səbəbə görə ola bilər. Məsələn, insan özündə bəzi problemlər olsun, duanın ədəblərinə riayət eləməsin, duanın standartları var da, onlara riayət olunmasın. Dua hər növlə və yaxud da Allah Teala özü məsləhət bilməsin. Çünki o qədər istədiyimiz şeylər var bizim xeyrimizə deyir. Quranda da Xudavənd Mütəal buyurur ki, o qədər şey var ki, istəyirsiniz, ancaq sizin zərərinizədir. Və o qədər şey var ki, nifrət eləyirsiniz, onu istəmirsiniz, amma o sizin xeyrinizədir. Məsləhət bilməyib, zərərinizə olub, qəbul eləməyib Allah Teala yenə də faydalıdır. Yenə də faydalıdır. Qeyd olunur mötəbər hədislərdə, buyururlar ki, qiyamətin günü bəzi insanlar belə bir arzu eləyərlər ki, kaş dünyada heç bir duam qəbul olmaydı. Hamısı qalaydı ora. Allah ərhəmər rahimindir, çox mehriban, çox rəhimli bir xaliqdir ki, bu dünyada qəbul eləmədiyi duanın əvəzin axirət dünyasında necə mükafatlandırır bəndəsini ki, arzu eləyir ki, kaş dünyada heç bir duam qəbul olunmurdu. Duanın qəbulu üçün standartlar var, adab deyirik, ədəblər var, duanın ədəbləri var. O ədəblər riayət olunarsa, qəbul olma ehtimalı böyükdür. Birinci deyəcəyim tövsiyə bundan ibarətdir ki, duada gərək diqqət olunsun. Qafil olan şəxs duada
duası qəbul olunmaz. Fikrim başqa bir yerdədir, dua eləyirəm. Gərək insan bütün canı ilə, ruhu ilə Allahın huzurunda qərar tapsın. Ondan sonra dua eləsin. Diqqət Allaha. Bağlantı yaransın. Mənəvi bağlantı yaranmasa alınmayacaq. Həm də naqis də olsa bir dənə misal verim. Biz telefon əlaqəsi saxlayırıq bəzilərimizdən. Dalğa itir, sözümüz çatmır. Alınmadı. Səsim yetmədi. Mənəvi bağlantı yaranmalıdır. Hədislərdə qeyd olunur ki, qafil insan, yəni duada qafil olan insanın duası qəbul olunmaz. Gərək diqqətin ola. Bəzi dualar ərəb dilindədir. Mənalarını da bilmirik, elə eləyirik, dua eləyirik. İnsan gərək bilsin Allahdan nə istəyir. İnsan gərək bilsin diləyi Allahdan nədir. Duadır, oxumaq yaxşıdır ya. Demirəm, o ərəb dilində olan dualar oxunmasın, oxunsun ha, məqsədim bu deyil. Amma gərək bilək Allahdan. Əgər bilsək, çox, mən həmişə, məsələn, Duayı Kumeyl barəsində demişəm ki, əgər Duayı Kumeyl oxuna və onun mənasını bilə-bilə oxuyasan, mümkünü deyil ki, insan ağlamasın, halı dəyişməsin. O, Əhl-i Beyt əleyhissalamların nəql olunan dualar başqa bir dualardır. Onlar da gərək mənası bilinsin. Birinci məsələ bundan ibarətdir ki, gərək diqqət olunsun. Gərək insan huzur tapsın Allah dərgahında. Gərək insan bütün canı ilə, bütün ruhu ilə Allahın qarşısında təsəvvür eləsin, dua eləsin. Bu əsas şərtdir. Bu duanın ədəblərindən biridir. İkinci məsələ günah məsələsidir. İnsan pak ruhla Allahdan dilək diləsə yaxşıdır. Bəzi vaxt günahlar insanın duasını həbs eləyir. Mane olur, pərdə olur. Həzrəti Əli əleyhissalamın Kumeyl duasındakı münacatında gözəl bir dənə bənd var. Buyurur ki, Allahümmə əğfir liyyəz-zunubəlləti təhbisud-dua. Allah, o dualarımı həbs eləyən günahlarımı bağışla. Günahlar insanın duasını həbs eləyir, qarşısını alır. Yaxşı olar insan istiğfar eləsin, tövbə eləsin, günahlardan yüngülləşsin, azad olsun, sonra Allah dərgahına üst tutsun və Allahdan diləy diləsin. Bu da lazımdır, bu da ədəblərdən biridir. Və başqa bir məsələ və önəmli məsələlərdən biri, insan gərək dua edən zaman özün əzəmətli bir dənə varlığın qarşısında çox kiçik hesab eləsin, dua eləsin. İnsan bu əqidə ilə dua eləməlidir. İnsan istəyirsə, əgər duası qəbul olsun, bilməlidir ki, özündən heç nəyi yoxdur. Həqiqi malik Allahdır. Canımız və ruhumuz da Allaha aiddir. Heç nəyə sahib deyiləm mən. Nəyim var Allahındır. O qədər kiçiyəm, o qədər zəliləm və Allah o qədər əzəmətlidir, o qədər qüdrətlidir. Onun müqabilində mən müqayisə olunmayacaq bir şəkildə kiçiyəm. Belə bir kiçikliklə, belə bir zillətlə, zəlil təsəvvür eləyə, bir dənə əzəmətli varlığın qarşısında dua eləyə. Bu da təsirlidir. Duanın qəbulunda bu da təsirlidir. Duada israr yaxşıdır. Mən dua eləyirəm, Allah hər səbəbə görə qəbul eləmir, məqsədimə çatmıram. Çox müraciət edirlər, deyirlər ki, istəyirik, vermir Allah. Bəli, Hacı, üzr istəyirəm. Bəzi əzizlərimiz var ki, dua eləyirik, dua gecikir. Niyə gecikir? Bəzən bir ruhiyyədən düşmə olur elə şəxslərdə. Olmamalıdır. Ruhiyyə düşkünlüyü qətiyyən olmamalıdır. Niyə görə? Çünki müxtəlif amillər var. Bəzi vaxt bəndə özü bəzi məsələlərə riayət eləmir, duası qəbul olunmur. Bəzi vaxt Allah məsləhət bilmir, dediyimiz kimi. Bəzi vaxtda ən qəşəngi budur. Bəzi vaxtda Allahın xoşu gəlir bəndəsi münacat eləsin. Deyir, mən onun cavabını tez versəm, Allah sevir bəndəsi onunla danışsın. Allah sevir ki, bəndəsi onunla münacat eləsin. Gecikdirir ki, çox münacat eləsin. Bax, bunlar ona görə də israr
Yəni davamlı şəkildə dua eləmək, duada ruhdan düşməmək, bunlar hamısı lazımdır. Ruhdan niyə düşün? Mən hər şeyim Allahdan olan, hər şeyim ondandır, Allahdandır hər şeyim. Onun müqabilində mən həmişə dua eləyim və bu əqidə ilə ki, bəziləri məsləhətimədir, Allah Taala cavab verir. Bəziləri məsləhətimədir. Xüsusən insan biləndən sonra ki, Allah Taala xoşu gəlir bəndəsinin münacatından, duasından və gecikdirir. Orada insan ruhdan düşməz ki. Ruhdan düşməz ki. Bunlar məsələn çox əhəmiyyətli mövzulardır ki, gərək bunlar riayət olunsun duada. El arasında belə bir söz də var ki, deyirlər Rəbbimizdən hansı bir duanı istəyəndə verdi izzətdir, vermədi hikmətdir. Bəli, çox gözəldir, çox gözəldir. Onlar da atalar sözləridir. Onlar da hamısı Əhl-i Beytdən gələn sözlərdir. El arasında hələnci məsəl ünvanı ilə qeyd olunub. Dua zamanı Bismillahla başlamaq tövsiyə olunub. Hər iş ümumiyyətlə Bismillahla olsa gözəldir. Bismillahsız işlər yarımçıq işlərdir. Hər bir iş dalıcan gedəndə Allahdan kömək istəmək lazımdır. Bismillahirrahmanirrahim. Yəni Rəhman və Rəhim olan Allahın köməkliyi ilə mən bu işin dalıcan gedirəm. Və hədislərdə də var, Bismillahsız iş yarımçıq qalacaq. Dua da yenə də bu cür. Duada Bismillahla başlamaq lazımdır. Həmdü sənə eləmək lazımdır. Allahı tərif eləmək lazımdır. Biz Əhl-i Beytdən nəql olunan dualara baxırıq. Məsələn, Ərəfə duasına baxın. İmam Hüseyin əleyhissalamın Ərəfat çölündə elədiyi dua. Kumeyl duasına baxın. Həmin adab riayət olunubdur. Onlar riayət eləyiblər. Əvvəl Bismillahla, sonra Allahı həmdü sənə eləyiblər. Ondan sonra başlayıblar hacətlərin diləməyə, istəklərin diləməyə. Həmdü sənə yaxşıdır, çox yaxşıdır ki, Allah tərif olunsun. Elhamdülillahi Rabbil aləmin və sair həmdü sənə təriflər ki, Allaha məxsusdur, onlar deyilsin, ondan sonra duaya başlansın. Dua etməzdən öncə bir yaxşı iş görmək lazımdır. Məsələn, sədəqə çıxartmaq lazımdır. Yaxşı iş pis işləri məhv edir. İnnəməl həsənat yuzhibnəl səyyat, əgər düzgün desəm. Yaxşı işlər pis işləri məhv eləyir, aradan aparır. Bu da günahların məhv olmasına, insanın ruhunun parçalanmasına səbəb olur. Və bu da yenə də faydalıdır, yaxşıdır. Duadan qabaq bir dənə sədəqə çıxardasan, bir dənə yaxşı iş görəsən. Bu gərək riayət olunsun. Duanın qəbul olunmasında keçərlidir bu da. Duadan öncə salavat demək yaxşıdır. Duadan sonra da salavat demək lazımdır. Salavat qəbul olunmuş dualardandır. Mən ki salavat deyirəm, Allahümmə salli ala Muhammed və ali Muhammed. Bu dua qəbul olunmuş. İlahi, Peyğəmbər və onun ailəsinə salavat göndər. Hər halda qəbuldur, məqbuldur bu. İndi insan bir dəfə dua hacətindən öncə salavat deyə, sonra da salavat deyə. 2 dənə məqbul olmuş, qəbul olunmuş duanın arasında mənim də hacətim qəbul olacaq. Qəbul olma ehtimalı çoxdur. Ümumiyyət yaxşıdır duada. Ümumiyyət. Yəni, özümü dua eləməyim tək. Ətrafımı dua eləyim. Bu hadisə çox deyilib Həzrəti Zəhra salamullah əleyha barəsində. Bəlkə də Əyyam-ı Fatimiyyədə və bu günlərdə Həzrəti Zəhra salamullahla hər vaxt söz açılanda bu söz bəlkə də deyilib ki, vaxtı İmam Hüseyin əleyhissalamla nəql eləyirlər. Deyir ki, gecə yatmışdım, anam ibadət eləyirdi. Mən də qulaq asırdım. Uzanmışdım istirahət eləməyə, amma qulağım anamda idi. Gördüm ki, dua eləyir. Qulaq astım, çox qulaq astım. Gördüm, heç özün dua eləmədi. Elə qonum qonşunu, ətrafı, hamısını dua elədi. Səhər soruşdum, ana, heç bir dəfə də özün Allahdan, özü üçün Allahdan bir şey istəmədin. Həzrəti Zəhra salamullah əleyhə deyir ki, oğlum, əvvəl qonşu, sonra ev. Belə bir dənə məntiqi vardı Həzrəti Zəhra salamullah əleyhanın. Ən yaxşıdır insan əvvəl başqasını dua eləsin. İnsan hal tapa, ürəyi sına, ağlaya-ağlaya dua elə, bu da keçərlidir. Deyir,
Ərəfat çölündə gördüm ki, bir nəfər elə qəşəng hal tapıb, elə qəşəng qapılıb. Gözünün yaşı üzü ilə axır. İstəyir Allahdan. Öz-özlüyümdə dedim ki, xoş halva. Nə istəsən Allah verəcək. Mərasim bitəndən sonra, bu Ərəfat çölündə bu münacat, bu dua bitəndən sonra oturmuşduq deyil. Soruşdum ki, maşallah, yaxşı hal tapmışdın. Allahdan gözəl şeylər istədin. Nə istədin özü üçün? Dedim ki, nə istədin ki, Allah, mən inanmıram Allah Taala qəbul eləməsin. Dedi ki, and ola Allaha, mən özüm üçün bir şey də istəmədim. Dedi, bəs niyə? Dedi ki, çünki Ağa Rasulullahdan eşitmişəm. Ağa Rasulullah qeyd edib, hər kim ətrafında olan bir şəxsi, mömin qardaşı, ətrafında olan, çətinlikdə olan insanları dua eləyə, Allah Taala 100 dənə mələk vəzifələndirər, deyər ki, siz də onun özün dua eləyin. O mələklər də gələr, dua eləyər. Necə dua eləyər? Deyər ki, o mömin qardaşı üçün arzuladığın 100 qatı sən üçün olsun. İndi deyir, mən öz duamın qəbul olmasında şəkkim var. Amma mələklərin duası 100% qəbul olar. Bu da belə, yəni ümumi gərək dua eləyəsən, özü də dua eləyəsən. Sanki azı duanın qəbul olmağında bir açardır bu. Bəli, bəli. Digər əzizlərimizin müşkülü üçün dua eləmək. Bəli, bəli. Ətrafi dua eləmək çox əhəmiyyətlidir və gərək olunsun. Və həmçinin qeyd eləyiblər ki, dua eləyəndə zahiri görünüşə də bir gərək üz qibliyə olasan, ədəbdən oturasan Allah qarşısında. Hətta Ağa Rasulullahdan qeyd eləyirlər ki, əllərin qaldırarmış, asımana belə dua eləyərmiş. Bu da yaxşıdır. Bax, bu ədəblər əgər riayət olunsa, inşallah ki, dualarımız qəbul olar. Hacı, təşəkkür edirik. Minnətdarıq gözəl sözlərə görə və bu gözəl kəlamlardan sonra istəyərdik dəyərli Əhl-i-Beyt şairi Fərman Kamiloğlu'nun gözəl misralarını dinləyək. Buyuraq, söz sizdədir inşallah. Üstadımız, Həzəli qardaşımız dualar haqqında danışdı. Ümumiyyətlə, şeirlərin çoxusu bəzən böyük şairimiz Ustad Nizami Gəncəvidə, Məhəmməd Füzulidə hamısı münacatlar hələ bilirsən ki, hələ duadır. Ya Rəbb, həmişə lütfünü et rəhnuma mənə, göstərmə ol təriq getməz sənə mənə. Ya mən əhatə elmi kələşyayı külləha, Füzulinin rəhməti, ya Nəsibinin rəhməti. Yəni, bizdə bir dənə inşallah ilahi bir şeirimiz var. Buyurunuz. Ey hakim olan hikmətə sənsən həkim Allah. Ey qəhri ilə daima küfrə qənim Allah. Ey müjdə edən möminə ədni nəyim Allah. Ey hər şeyi idrak eləyən tək əlim Allah. Ey ismi olan başlığa Rəhman Rəhim Allah. Sənsən buyuran ayədə bir bəndə hesabı. Hər bir hesabımla mənə et ərz-i xitabı, xeyrül əməlünlə edəsən bəndə səvabı, açsın demisən bəndə kəramətlə hicabı, sənsən eləyən bəxşi kəramət kərim Allah. Kimdir ki o güclü, sənə həmta ola gücdə, hər güclü gücündən güc alıb ki, gələ vəcdə, kim vəcdə gəlib gücdə sənə eyləsə səcdə, səcdə edənə sən verəcəksən elə müjdə, eylərsən əmən fərdi uca, tək əzim Allah. İman gətirib kim səni tək bilsə ilahi, agah olar ol bəndəyə hər sirri nizahi. Ey kimsəsizin hər iki aləmdə pənahı, əhv eyləyərək bəndəni keçməklə günahı, lütf eyləmisən bizlərə daim həlim Allah. Əvvəl təkəhəd axır rəhman rəhimsən, adil qəni fəttahu kərim zar həkimsən, cəbbari əziz malik nur birri həlimsən, səddar rauf bar vahab al əzimsən, Quddus salam xalıq haqqu qədim Allah.
rəssam-ı qədim, kainatın səhnini qurdun. Zülmətdə aya nur günəşi cilvəyə vurdun. Ərş ilə bütün fərşi sənin yox vəli yurdun. Hər zərrədə, hər nöqtədə öz nəqşini vurdun. Qüdrət qələmin lövhə çəkibdir rəsim Allah. Əmrinlə nəbatatda gül qönçəni büzmüş, dəryada sənin hökmün ilə canlılar üzmüş, canlı gəzərək quş isə əmrinlə süzmüş, şənində hamı zikri kəlam tərifi dizmüş, fərman da düzüb şəninə sözlə nəzim Allah. Təşəkkür edirik. Allah razı olsun, çox sağ olun. Allah qələmizə bərəkət versin və dəyərli Əhl-i Məddahi Seyid Talih Günəşli əzim istəyərdik sizi dinləyək, daha da gözəlliyi bir qatqı qatasınız məclisə. Buyurasınız. Mən bir daha təşəkkür edirəm. Başda hacımız Allah sizi var eləsin. Gözəl Quran qarimiz, gözəl Quran oxudu. Hacı Fərman Məşdağalı gözəl şeiri ilə həqiqətən verilişi daha da gözəlləşdirdi. İnşallah Allah bizə də lütf eləyər. Bu gözəlliyə davam eləyər inşallah. Bismillahirrahmanirrahim. Ya Rahmanu Ya Rahim. Ya Muqallibel Kulub, Sabbit kulubena ala dinik. Ben hata ettim, hata ettim, utandırdın beni. Ben hata ettim, hata ettin, utandırdın beni. Ben cefa kıldım, vefa ettin, utandırdın beni. Ben huzurunda günah ettim, beni faş etmedin. Ben hayasızdan haya ettin, utandırdın beni. Ben günahla başımı minderde saldım ey Khudam. Ben günahla başımı minderde saldım ey Khudam. Sen veli min bir deva ettin, utandırdın beni. Senden üz dönderdim ama benden üz döndərmədin. Gel mənə sarı sada ettin, utandırdın beni. Mən əzabə layiq ikən ey Xudayı mehriban, rəhmətinlə aşina etdin, utandırdın beni. Çok şikayet naməsi yetti fənaiden sənə. Çok şikayet naməsi yetti fənaiden sənə. Ey imamım sen dua ettin, utandırdın beni. Ey imamım sen dua ettin, utandırdın beni. Çox sağ olun, təşəkkür edirik. Allah razı olsun. Allah səsinizə bərəkət versin inşallah. Var olasın. Hacı, istəyərdik çox maraqlı bir sual ətrafında danışaq. İmam Baqir əleyhissalamdan çox gözəl bir hədis var. Ağa buyurur ki, dua oxumaq Quran oxumaqdan üstündür. İstəyərdik bu hədis ətrafında danışa bilirik. Bizlərə də, tamaşaçılara da çox maraqlı olacaq bunun izahı. Baxın, Quran oxumaq özü çox faydalı bir işdir. Tövsiyələr olduqca çoxdur. Həm Quranda, həm hədislərdə. Bu barədə tövsiyələr var. Quran oxuyan zaman Allah insanla danışır. Ən gözəl xətib Allahdır. Quranın elə bir ecazı var ki, mümkün deyil o fitrəti hələ korlanmayan insanlara təsir eləməsin. Elə
əvvəlinci günlərdə müşriklər Əbu Cəhl müşriklərə deyərdi, o iman gətirməyən insanlara deyərdi ki, Qur'an oxunan zaman bu Həzrəti Məhəmməd ki, Qur'an oxuyur, o zaman qulaqlarınızı tıxayın, eşitməyin. Çünki təsiri vardır. Qur'an oxumaq çox faydalıdır. Əxlaq ustadları buyururlar ki, hər vaxt istəsəniz Allah sizlə danışsın, Qur'an oxuyun. Zaman ki, istəyirsiniz, siz Allahla danışasınız, dua eləyin. Hər ikisi qəşəkdir, gözəldir, amma hədisdə qeyd olunduğu kimi dua oxumaq Qur'an oxumaqdan fəzilətlidir. Niyə görə? Hansı məqam nəzərdə tutulub, hansı cəhət nəzərdə tutulub ki, Məsum İmam belə bir dənə söz deyib, hədisdə vuruluyub ki, dua oxumaq fəzilətlidir Qur'anla. Baxın, dua ehtiyacdan qaynaqlanır. Ehtiyacı olmayan şəxs dua eləməz. Ehtiyacı olmayan bir dənə varlıq Allahdır. Ehtiyacsızdır. Ondan qalan hər varlıq ehtiyaclıdır. Bu dua da ehtiyacdan qaynaqlanır. Allah nə istəyir? Allah bəndəçilik istəyir. Bəndəçiliyin kəmalı bundan ibarətdir ki, insan özün mütləq fəqir hesab eləsin, Allahı mütləq qəni hesab eləsin. Qeydsiz, şərtsiz qəni Allahdır, qeydsiz, şərtsiz fəqir isə bəndədir. Bəndəçiliyin kəmalı budur ki, insan o mərhələyə çatsın ki, bilsin ki, mütləq fəqir mənəm, qeydsiz, şərtsiz ehtiyaclı mənəm və qeydsiz, şərtsiz mütləq qəni Allahdır. Allah Teala Qur'anda deyir ki, Entumul fuqara ilallah vallahu ganiyyul hakim. Siz fəqirsiniz, Allah qənidir. Həzrəti Əli əleyhissalamın münacatlarından birində çox gözəl münacatdır. Buyurur ki, Mevlaya ya Mevlay, ənəl fəqir və əntəl qani. Həl yərhamul fəqirə illəl qani. Mevlaya ya Mevla, mən fəqirəm, sən qənisən. Fəqirə qənidən başqa bir şəxs rəhm eləyə bilərmi? Bu həddə çatmaq, bəndəçilik bu deməkdir. Allah Teala deyir, mənə ibadət elə, bəndəçilik elə. Bəndəçiliyin kəmalı budur ki, insan özün fəqir hesab eləyə, mütləq şəkildə, qeydsiz, şərtsiz. Baxda qeyd elədik. Yəni, hər nəyin var Allahdandır. Allah an olaraq Allahın lütfindən və mərhəmətindən ehtiyatsız deyilik. Ustadlar misal vururlar nəyə? Allahla bizim aramızda olan rabitəyə misal vururlar. Bizim Allaha olan ehtiyacımıza misal vururlar ki, an ba andır. Bir an belə dua eləyəndə deyirik, ilahi bizi öz halımıza buraxma. Bir an belə Allah nəzərin çəksə, məhvik, ədəmi, yoxluğuq. Bunu işığa misal vurublar. İşığın o düyməsini basanda sönür, o düyməni basanda yanır. Bu cürdür məsələ. Yəni, mütləq qina Allahdadır və mütləq fəqirlik bizdədir. İnsan dua eləyən zaman, Qur'an oxuyan zaman, burada Qur'an oxuyan zaman bu özün büruzə vermir. Çünki Qur'an oxuyan zaman Allahı dinləyirsən. Allah danışır, sən qulaq asırsan. Özü özlüyündə yaxşıdır ya. Amma bu dediyim ki, bəndəçiliyin kəmalı budur ki, mən özümü ehtiyaclı və Allahı ehtiyacsız hesab eləyim, ondan nəsə istəyim. Bu dua da ehtiyacdan qaynaqlanır da, fəqirlikdən qaynaqlanır da. İnsan dua eləyən zaman o fəqirlik, o ehtiyac özün büruzə verir deyən, o bəndəçiliyin o rəmzi özün büruzə verir deyən, insan özün ehtiyaclı hesab eləyir və fəqir hesab eləyir və qəni olan Allahdan nəsə istəyir deyən dua Qur'an oxumaqdan fəzilətlidir.
Allah razı olsun. Allah sizi var eləsin. Nazlı çox gözəl verilən sualı çox maraqlı və lakanik cavab verdiniz. Allah Təşəkkür razı edirəm. olsun. Allah var eləsin. Mən istəyərdim dəyərli Əhlibeyt şairimiz Fərman Kamiloğlu daha bir gözəl şeir səsləndirərdi. Əlinin mərtəbəsin Rəbbimiz əla eləmiş. İki aləmdə onu bizlərə Mövla eləmiş. Əli şahiddir şəfaətdə dəvanın biridir. Əli zahiddir itaətdə ibadət piridir. Əli vahiddir şücaətdə xudanın şiridir. Cəng-i Xeybərdə görün bir necə qovğa eləmiş. Əli kimdir? Bütün aşiqlər onun məftuni. Əli kimdir? O Qur'anındır əzəl məzmuni. Əli kimdir? O ləna kəlməsinindir nuni. Səqd-i nun ilə ləna kəlməsini la eləmiş. Əlinin cismi verib nuri günəşlə mahə. Əlinin ismi fəqət layiq olub Allah'a. Əlinin rəsmi düşüb ayə-i bismillahə. Nöqtə-i bağda onun xalı təcəlla eləmiş. Əlidir surə-i Taha bizə bir rahı açar. Əlidir surə-i Şəms raha o nuru ilə saçar. Əlidir surə-i Yasin bütün əsrara açar. Xaliqim ismini Tövratda ilya eləmiş. Ya Əli, eşq ilə aşiqlərin ağlar əbəda. Əsl aşiq odur ki, rahına can etdi fəda. Ya Əli istəginən əfv edə fərmanı xuda. Bir xətadır ki, şeir namına inşa eləmiş. Hacı Allah sizi var eləsin. Hacı çox gözəl qələm yazılarınız var. Mən istərdim birində səsləndirəsiniz Hacı. Əgər yadınızda olanlardan. Aşiqanə bir fikirdir, ancaq orada ilahi bir məqamdır. Deyir ki, bəlayı hicridə kim mənlə iştirak eləyər? Ümumiyyətlə, bütün klassik şairlərimiz eşqdən naşır. Çünki Raci Rəhmətli deyir ki, məsələn, Məhəmməd Füzuli deyir ki, ya Rəbb, bəlayı eşq ilə qıl aşina məni. Birdən bəlayı eşqidən etmə cida məni. Sual çıxar ki, necə yəni bəladan? Yəni, bu ilahinin necə deyərlər, imtihanlarından xoşu gəlir də bunu. Bu ayrı bir mövzudur, böyük bir mövzudur. Hədis, ayə, Füzuli şeir. Raci Rəhmətli deyir ki, eşq əhli bu afaqda rüsva gələk olsun. Məcnun kimi sərgişdi, səhra gələk olsun. Çünki insan həyatda əziyyət çəkməsə, qəm çəkməsə, bu bir nəticə tapa bilməz. Bəlayı hicrdə kim mənlə iştirak eləyər, baxar əhvalıma oldam sinəsin çak eləyər. Göstərər çərxi fələk aşiqə qəm səhnəsini. Əsl aşiqlər üçün səhnəni bir bak eləyər. Cahilə, nadana verməzdi cəfanı, lakin aqili, arifi hər dəm qəmə qəmlak eləyər. Bülbülün nalısı heşdir, mən əgər ah eləsəm, bir dənə ahim odu, min dənə dağ xak eləyər. Eşq dəryadır, dedim nabələdə üzməginə, səni dəryada bu dərya coşub həlak eləyər. Qəm hicrün, fəqət ol bizə işi xoşma gəlir. Aşıqı ağladaraq gözlərini pak eləyər. Səbr elə dəhridə fərma, çalış əmma bunu bil. Əsl aşiq odur ki, Rəbbini idrak eləyir. Bəh, bəh, bəh. Hacı Allah razı olsun. Allah qələmizə bərəkət versin, ömrünüzə bərəkət versin inşallah. Bəli, bu gözəl sözlərdən sonra istəyərdim dəyərli qardaşım, dəyərli Əhlibeyt məddahi Seyid Talih Günəşli qardaşım daha da bir gözəllik qatardı. Onun gözəl səsindən bir ilahi eşidərdik. Buyur, siz qardaşım. Təşəkkür edirəm. Sənə gəldim, acizəm mən çox. Ey Xuda səndən
kimsəsiz qoyma, əfv elə yarə, qapıdan qolma, tək sənsən mehriban gözəl Allah, axirəm əzəl Allah, tut günahkar əlimdən, atmışam mən əl Allah, sən bağışlayan rəhimsən, sən kərəm edən kərimsən, söylə tövbəkar quluna, hər halımda sən mənimsən. Ne zaman ki qəm qatarı sardı ruhumu, dünya zulümkar yordu ruhumu, sattım bu nəfsi boş xəyallara, düşdüm ümidsiz ehtimallara. Dünya dəyərsiz, ona sevda dəyərsiz, dünya ucuzdur, dünya dəyərsiz, dünyaya bağlı xülya dəyərsiz. Allah'a dönsə dərk eylər insan, dünya ucuzdur, dünya dəyərsiz. Sənə gəldim, acizəm mən çox, ey Xuda səndən özgə Rəbbim yox, bu cavabı kimsəsiz qoyma, əfv elə yarə, qapıdan qolma, tək sənsən mehriban gözəl Allah, axirəm əzəl Allah, tut günahkar əlimdən, atmışam mən əl Allah, sən bağışlayan rəhimsən, sən kərəm edən kərimsən, söylə tövbəkar quluna, hər halımda sən mənimsən. Çox sağ olun, təşəkkür edirik. Allah razı olsun, Allah səsinizə bərəkət versin inşallah. Var olasın. Hacı, istəyərdim bir sualla da daha maraq qatım verilişə. Bəzi dualar var ki, digər əzizlərimiz çalışırlar ki, onları fərdi formada etsinlər. Amma bəzi hədislərdə də qeyd olunub ki, dualar cəm halında edildikdə daha əfsəl olur, daha gözəl olur. İstəyərdim bu mövzu haqqında geniş danışardıq. Bəli, duanın qəbul olunmasında dəxil olan amillər var. Məsələn, məkan önəmli ola bilər, zaman önəmli ola bilər, hardasan dua eləyirsən, hansı aydasan dua eləyirsən, Ramazan ayında dualar, Qədir gecəsində dualar, bunlar hamısı əhəmiyyətlidir, önəmlidir. Dəxaləti var duanın qəbul olmasında. Cəm şəkildə də dua məsələn tövsiyə olunubdur. Tək halda da dua qeyd olunub. Xəlvətdə dua var. İnsan xəlvətdə dua eləsin. Allahla razı niyaz eləsin. Onun da özünün öz cəhətləri var, xüsusiyyətləri var, üstünlükləri var. Amma cəm halında da tövsiyə olunub. Ümumiyyətlə, cəm halında tək dua tövsiyə olunmayıb. Məsələn, baxırsan, Qur'an-ı Kərimdə də tövsiyələr var. Və ətəsimə bihablillah cəmiə. Allahın ipindən möhkəm yapışın, təfriqə salmayın, dağılışmayın. Bir yerdə olun. Məsələn, namaz, ibadət məsələsində Allah Teala deyir ki, cəm halında namaz qılsanız, bir namazın müqabilində, fərdi şəkildə qıldığınız namazın müqabilində savabı çoxdur. Yəni, müxtəlif hədislər var. Bəzilər deyirlər ki,
Arxada duran insan əgər bir nəfər olsa nə qədər savabdır, 2 nəfər olsa belə artacaq, 3 nəfər olsa belə artacaq. 10 nəfəri keçsə artıq savabı, mükafatı, dəyəri, belə deyək də, namazın dəyərini yığıb yığışdırmaq olmaz. Nə qədər dəyərli olur. Bunlar hamısı eyni, məsələn, hədəfə xidmət edir. Allah həmişə birlik istəyibdir. Cəm şəkildə olmaq, cəm şəkildə namaz qılmaq, cəm şəkildə bir iş dalıcan getmək, vəhdət, birlik bu çox, yəni dinin ən vacib məsələlərindən biridir. Dua da bu cür. El arasında bir dənə söz var, deyirlər ki, hər ağızda bir dua var. Hər ağızda bir dua var. İnsanlar toplaşır bir yerə. Allah Teala deyir, bir neçə şeydə gizlədib. Öz dostunda insanların arasında gizlədib. Tək halında dua eləyərsən, qəbul da ola bilər, olmaya da bilər. Amma cəm halında bilmirsən ki, bu cəmiyyətin arasında kim var, kim yoxdur. Və yaxud da insanlar, tanıdığım insanların daxili nədir, pakdır, pakdır. Axı günah, xəta elə bir şeydir ki, biz bilə bilmərik də, Allahdan başqa heç kim bilmir onu. Allah səttarul uyubdur, eyibləri örtür. Allah'ı tanımaq lazımdır sadəcə. Allah'ı tanımaq lazımdır. Deyir, hadisə düşdü yadıma. Musa əleyhissalamın zamanında quraqlıq olur, aclıq olur. Deyirlər ki, namaz qılmaq lazımdır. Səhraya çıxıb namaz qılmaq lazımdır. Gəlirlər, səhrada namaz qılırlar. Musa əleyhissalam da Allahın peyğəmbəri münacat edir, deyir, ilahi, bu cəmiyyətlə gəlmişəm. İstəyirəm ki, yağış yağsın. Nida gəlir Allahdan. Musa əleyhissalam Kəlimullah dedi, Allahla danışırdı. Dedi ki, ya Musa, bu qövmün arasında bir fasik var. Nə qədər o fasik bu cəmiyyətin arasından çıxmayıb, mən yağış göndərən deyiləm. Rəhm eləməyəcəm. Musa əleyhissalam cəmaata çatdırır, deyir ki, aramızda bir fasik var, günahkar var. Allah ona görə bizim duamızı qəbul eləməyəcək. Bu nəfər çıxsın cəmaatın arasından ondan sonra. Hamı başlayır gözləməyə. Qısa bir müddət keçməz, yağış yağar. Musa əleyhissalam bizim dildə desək, pərt olur. Deyir ki, mən belə dedim, bu belə oldu, nətər oldu? Təzədən münacat edir Allahla, deyir ki, ilahi, bu belə olmamalı idi. Heç kim də çıxmadı. Mən pis oldum cəmaatın yanında. Dedi, Musa, bilmədin nə oldu? Həmin bəndəm heç dilinə də gətirmədi. Elə ürəyində münacat elədi məndən, dua elədi. Dedi, ilahi, məni rüsva eləmə, tövbə eləyirəm. Mən razı olmadım bəndəm orada xar olsun, zəlil olsun. Mən səttar oluyubum. Allah belədir. Allah eyibləri örtür. Cəmaatı bilmirik ki. Mümkündür bu toplumun arasında övliyaullah olsun. Allahın dostları olsun. Onun duası qəbul olunsun. Cəm halında olunan duaların hikməti bu ola bilər, fəlsəfəsi bu ola bilər. Allah birlik istəyir, vəhdət istəyir. Və həmçinin də o güc birlikdədir də, hər yerdə güc birlikdədir. Bu duada da güc birlikdədir. Duanı da toplum şəklində olunsa, amin deyilsə və biz elə həyatda da təcrübə eləyirik. Bəzi vaxt bir də görsən ki, illərlə dediyim kimi dua eləyib, qəbul olunmayıb. Amma məsələn, Məhərrəm aylarında və yaxud da Ramazan ayında, Qədir gecələrində toplumla duası qəbul olub, müstəcab olub. Gəlib məscidə Ramazan ayında Qədir gecələri inşallah Allah tövfiq versin hamıya, bütün əzizlərə inşallah iştirak eləsinlər və o gecənin feyzindən bəhrələnsinlər. Gəlib ora bir nəfər dua eləyir, 1000 nəfər amin deyir. Allah nəzəri, diqqəti var o toplumda, o cəmdə və duası qəbul olunur. Ümumi şəkildə dua olunarsa, bu da çox gözəldir, çox tövsiyə olunan şeylərdəndir və o da nəticə verir. Belə bir hədis də var ki, 10 mömin bir duaya birlikdə bir amin deyərsin. Hətta qeyd edirlər ki, məsələn, 40 mömin gəlsə bir nəfərə rəhmət oxusa dünyasını dəyişənə, Allah ona rəhm eləyər.
Belə hədisimiz də var. Bir 40 mömin gələ bir nəfərə deyər ki, Allah rəhmət eləsin ona. Allah onu bağışlayar, Allah rəhm eləyər ona. Bəli. Çox sağ olun, Hacı, təşəkkür edirik. Beləliklə bugünkü proqramın sonuna gəlib çatırıq. Allah sizlərdən razı olsun. Təklifimizi qəbul edib gəldiyinizə görə təşəkkürümüzü bildiririk sizlərə. Çox sağ olun və dəyərli izləyicilər, Allah ibadətlərinizi, itaətlərinizi ali dərəcədə qəbul eləsin inşallah. Ona doğru proqramını izləmədə qalın və sonda həmişə olduğu kimi Qur'an-ı Kərimə söz vermək istəyirik. Dəyərli qari Qur'an, Dadaş Bala Quliyev. Burası sonda söz sizdədir əziz qardaşım. Allah səsə bərəkət versin. Təşəkkür edirik. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. يا أيها المزمل قم الليل إلا قليلا نصفه أو انقص منه قليلا أو زد عليه ورتل القرآن ترتيلا إنا سنلقي عليك قولا ثقيلا إن ناشئة الليل هي أشد وطئا وأقوم قيلا إن لك في النهار سبحا طويلا واذكر اسم ربك وتبتل إليه تبتيلا رب المشرق والمغرب لا إله إلا هو فاتخذه وكيلا واصبر على ما يقولون واهجرهم هجرا جميلا وذرني والمكذبين أولي النعمة ومهلهم قليلا إن لدينا أنكالا وجحيما وطعاما ذا غصة وعذابا أليما يوم ترجف الأرض والجبال وكانت الجبال كثيبا مهيلا إنا أرسلنا إليكم رسولا شاهدا عليكم كما أرسلنا إلى فرعون رسولا فعصى فرعون الرسول فأخذناه أخذا وبيلا فكيف تتقون إن كفرتم يوما يجعل الولدان شيبا السماء منفطر به كان وعده مفعولا إن هذه تذكرة فمن شاء اتخذ إلى ربه سبيلا صدق الله العلي العظيم.